Bakı Dövlət Universitetinin Tarix Fakültəsində Azərbaycan auditoriyası açılıb. Rektor Elçin Babayev, Ulu Öndər, BEDU-nun Tarix Fakültəsinin dünya şöhrətli məzunu Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü ərəfəsində belə auditoriyanın açılmasını onun əziz xatirəsinə böyük ehtiram olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərin bütün həyatı, zəngin fəaliyyəti Azərbaycanın inkişafına, güclənməsinə həsr olunub. O doğma vətənini, xalqını canından çox sevib. Buna görə də yeni auditoriyanın Azərbaycan adlandırılması həm də rəmzi məna daşıyır. Auditoriyada ilk mühazirəni Milli Məclisin sədr müavini, BEDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarix kafedrasının professoru Musa Qasımlı deyib. O, Azərbaycanın zəngin və qədim dövlətçilik tarixi olduğunu, bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün gənc tarixçilərin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb. Mehriban Yariyeva, Zahid İbrahimov, BEDU xəbər.